Əməliyyatı gör hardaşmışsın. Bu göstərirsən. Koca ayı. Eləm. Koca ayı. Eləmə, kuş qoymuşlar. Koca ayı. Koca ayı. Ham yapar. Herkese salam kızlar. Necəsiz? İnşallah yaxşısınız. Çox şükür biz də yaxşıyıq. Səhər-səhərdir oğlumla işə gedirik. Hər kəs öz işini görür, o onlayn işini görür. Mən də bu işimi görürəm. Haqq olan Allah. Sağ ol. Koca ayı. Gel. Ya diyor o kadar çok bitirmiştim ki. Sen kadar bakmış yani. Ya evvel dolar arıyordum. Hiç yoktan iyi. Hiç yoktan ya. Değil mi? Başarılı. Ağlıma çox dəhşət bir simit düşübdü. Bu səhər kofemi simitlə içmək istəyirəm, amma bu tərəflərdə yoxdur. Bir dənə simit satılan yer var, simitdən başqa hər şey dadır da o simit. Onu xoşlamıram. Qaqaş bir dəfə almışdı, xoşlamıram onu. Başqa da ki, bu səmtdə yoxdur simit. İndi axtarışa çıxmışıq ki, simit tapaq. Simit tapılmalıdır, başqa yolu yoxdur. Yere yurda bakıyorum. Bax, əgər bu bizim əlimizdədirsə, ürəyimiz də istəyirsə, bunu niyə həyata keçirtməyək ki? Yəni, bunu bugün istəyiriksə, bu da bizim əlimizdə. Uzağa biraz yol gedərik, axtararıq, amma axtaran tapar. Sonra mağazanı 2 saat sonra açarıq. Heç də olmaz. Mağazanı bir yarım saat sonra da açsaq da arzumuza çatmış oluruq. Sənin elə bir ayaqqabın ola bilər, onu da dəxli. Hayır olamaz, o ayakkabı olmayacak, başkası olur. Amma bax, O. yeni bir şey var da, tamam başqası olur. Ayaqqabını itirdin və yaxud pulunu itirdin, o pulla eləyəcəyin şeylərin də dərdini çəksən. Ayaqqabını itirdin, onu xoşlayırdın, ondan tapamaram, bənzərini tapamaram. Amma ayrılmaq, insanın ayrılmağı, yerinə başqasını qoya bilməmək bambaşqa bir duyğudur. O bütün hər şeydən istisnadır, əmin ol. Bütün hər şeydən. Yəni o həqiqətən sevərək ayrılmaq. İkisinden eyni şey sadece sana dedim ki bu onunla istisnadır. Yani Sevərək ayrılmağı deyirəm ha, yəni ayrılmaqlar anadan, baladan, ölüm ağrısı, hamısının fərqli şeyləri var. Amma yer üzündə yaşayaraq canlı ayrılmaq, canlı ölmək kimi bir şey gəlir. Ölürsən, amma nəfəs alırsan. Ölübsən, yoxsan, onu hiss edirsən, amma nəfəs alırsan. Və bir də bir şey var ki, ama aynı şey değil, vallahi. eyni şey deyil, değil, yox eyni deyil. şey değil. Yox. Eyni şey deyil. Aziz, çok değerli Ayrılmak olan bir bambaşka bir akşam şeydir. sende de beyin duygunu yaşasın. Sadece daha O itirməkdir. İtirməkdir. O hayıfslanmaqdır. Ayrılmaqsa bambaşqa bir şeydir. bambaşka bir şey Və için o an gelirsen- ürəyinin yerinə bilirsən ki, sənin ürəyin tam olaraq bədənin harasındadır. Qızlar, simitə getmişdim. Əslində simit var idi, başqa şirniyyatlar da var idi, amma qoğal gördüm, qoğal aldım. Anında fikrim dəyişdi qoğala. Aya. Gömleğimin sarılarım. Bunların pintiliyine bakın, bakın pintiliyine.
50 qəpiklərim var yenə. Kastamı sevindirim. Hansı şirin? Yok, kırandan sonra ben de biliyorum. Şirin. Bu şirindi. Hardan mısın? Ne? Ne şeyler mi? Aslan. O şirin. Aha. İsmi Stefan. Yazlar bırak eder. Stonu bırakacak, bunun üstüne tökecek. Biraz çıtır çıtırdır, tökülür. Bak bunu o tarafa koy. Stonu da bırakacak, bunun üstüne Niye kırıyor. kışkırıyor bir yaptın? Ay kız! Bunu da aşağı koy. Neyse. Değil yazıyorum. Gayet güzel. Yo değil sen. Silmişim. Oha. Oradan aldım bu tepkiyi. Ha, deve. Nişan olarak develi ne dersin? Çünkü başka bir aile yaşarız. Biz size kurban olarak develi nişan olarak seçtik. Mən hələ bunu dünənki dərsimizdə bilmişəm ki, əslində ayağı, barmaqları belə açıq, şəpitlə, Vietnamka ilə, nə də belə açıq, belə barmağın açıq bir şeylərlə bu şəkildə maşın sürmək cərməymiş. Mən bunu bilmirdim. Dünənlərin təlimçim dedi ki, bəs bir də bundan gəlmə. Bu cərmədir. Mən də evdə üzünə belə baxmadığım, bəyənib giyinmədiyim makasinimi götürdüm ki, naski də yadımdan çıxıbdı. Bunu götürdüm ki, bugün təlimi bundan, bu da ayağımda lıq-lıq eləyir. Sıqış naskilərini vermə. Nasıl giymiyorsun? Yoxumdur, yadımdan çıxıb. Bu günlərimdə dərsimi bundan götürəcəm. Yazıb soruşanlar olur ki, niyə öz maşınını sürmürsən, niyə işə avtobusla gedib gəlirsən? Düzdür, mən maşın sürə bilirəm, amma ki, mən onun dərsini, təlimini almamışam. Mən sadəcə ortalıqda öyrənmişəm də belə deyim. İndi təlimdəyəm, təlim müddətim boyunca da
idarə eləmək istəmirəm. Deyirəm ki, dərslərim tam bitsin, tam şəkildə öyrənim yol qaydalarını, yol işarələrini. Çünki yanımda biri olmadan sürə bilməkdən ötürü mən bu təlimi yaxşı-yaxşı öyrənməliyəm. Belə çəkiliş eləməsəm də arada sırada belə Ləmanla bir-birimizi tirkalayıb belə harasa sürürük, gedirik, belə gəzirik. Amma tam şəkildə belə deyim ki, yox, maşınsız deyiləm. Elə hər yerə maşınla gedirəm. Bu yalan olardı. Ona görə də təlimimin bitməyini gözləyirəm maşınımı idarə etmək üçün. Kızımın kursu var bu günləri. Mən işdən çıxdım, o evdən çıxdı. İndi burada Astanovkada gözləyirəm. O 3-lə gələcək. Ekonomiya eləyib, o düşmədən mən 3-ə minməliyəm, getməliyik. 60 qəpikdə irəli düşürük belə. İndi onu gözləyirəm. Mən artıq düşmüşəm, onu gözləyirəm. Məşqimizdən çıxaq. Qızlara salam ver Rəna. Selam. Məşqimizdən çıxaq. Bir dənə təzə yer açılıbdı qızlar. Keçən dəfə mən qabağından keçəndə işim var idi o tərəfdə. Daha doğrusu Parkausa getmişdik qızlarla. Oradan çıxanda belə Parkausun belə dal qapısından çıxanda belə yola tərəf gələndə gördüm ki, orada bir dənə bir xadiməçi xanım belə oranı təmizləyir də. Dekorlarına baxdım, kitablar idi belə. Elə bildim ki, kitabxana açılır. Çox sevindim. Qaça-qaça qaçdım ki, bəs kitabxana dedi ki, yox, kafedir, amma kitablarımız falan dolu. O yadımdan çıxdı, satışı da varmı, yoxmu? Amma belə oxumaqlıq kitabları var idi. Dedim, nə vaxt açılır? Dedi ki, gələn həftənin 1-ci günü. Artıq üstündən xeyli keçibdi. Ora artıq açılmış olar. Bugün də internetdən baxdım. Adını səhv deyərəm, yazaram indi bura. Zaten gedəndə çəkiliş eləyərəm ora. Yazmağa gerek yoxdur, çəkiliş eləyərəm. Nəsə kitabla bağlı bir adı var idi. O yadımda qalıbdı. İndi bugün internetdə baxdım, təsadüfən qabağıma çıxdı. Gördüm ki, hə, artıq fəaliyyətdə də açılıbdı. Özlərinə də yazdım ki, bəs şeydə işləyirsinizmi? Dedi ki, hə, işləyirik. İndi buradan çıxanda qızımla gedirik orada dondurma yeməyə. Elə mələyim. Hər şey yaxşıdır. Səni çox sevirəm. Saat. Hələ var, çatırıq. Səni çox sevirəm Rəna. Ben düşerim. Gəl peşəxoddan keçək. Yox. Rəna. Diğer grup çıxır. Rəna giren grubu girir. Kızım. Ameleyim. Allah. Kızlar biz neçənci gündür Rəna? İkinci səfər idi gəlirdik onda. Yox, ikinci səfər idi gəlirdik, yoxsa birinci səfər? Üçüncü. Demək kızlar bizim 3-cü dərsimizdə Rəna oradan çıxdı. Bunu sizinlə paylaşmamışdım. Rəna oradan çıxdı. Pilləkəndə sürüşdüm dedi, yıxıldı. Amma mən görürəm ki, nəsə özün yaxşı sevmir. Birinci dedi başım ağrıyor, sonra dedi halsızam, yuxum gəlir. Dedim Rəna gedək evə, dedi yox, gedib mütləq molda marojna yeməliyik biz.
Size de çekmiştim dondurma yediğimizde. Neyse. Gittik biz işimizi falan gördük, bitirdik. Çıxa da molun düz pilləkəninin yanında. Rəna özündən getdi. Mən bütün molu çığırıb başımıza tökdüm də. Oradan 3-cü mərtəbədəkilərə qədər hamısını aşağı yığmışam da. Rəna yıxılanda. Oradakı köməkçilər, həkimlər, oradakı nəzarətçilər, işçilər, oradan yeriyən insanlar hamısı toplaşdı başımıza. Bunu bir təhər ayıqdıq. Ondan sonra da heç nə apardılar başqa bir otağa. Otaqda özünə gəldi, biraz oturdu. Ondan sonra taksiyə qoyub gətirmişdim evə. Başıma belə bir oyun açmışdı. İndi hər çıxanda Rəna yaxşısan, Rəna yaxşısan deyib bezdirdi uca mən bu sözünü. Deyirəm bəs nə edeyim, qorxuram da. Korkma. Ne travman oldu acısı? Qorxuram da, hə, travmam oldu həqiqətən. Uşağın o gündən sonra bir dəfə də Aşura günü. Aşura günü ay Allah nə qədər adam var. İlahi adam məndən yerimə təpəmək olmur. Mən də Rəna ilə getmişəm. O qədər adam var ki, havada dəhşət isti. Rənanın ürəyi getdi. Rəna istiyə düşdü, ürəyi getdi. Yenə milləti çığırdım. Ay, çiçəklərə bax Rəna. Rəna. Rənginə bax. Hə, milləti yığdım yenə başım. Deməli onda Rəna özündən gedibdi. Hamı buna su verir, belə ayıltmağa çalışır. Mən ağlayıram, çığırıram. Hamı bilmirlər Rəna ayıltsın, yoxsa məni sakitləşdirsinlər. Bir dənə də izləyicim. Mən sizin izləyicinizdən deyir, Rəna'dan tanıdım, necəsiz? Özümden ciddi baktım. Kızlar sağ olsun. Demək olar ki, hər gün ora bir izləyicim gəlir. Orada gəlməsə, yəni gün aşırı hər gün şəhərdə qabaqlaşırıq. Əvvəl tanımırdılar. İndi amma biri qolbağımdan tanıyır, biri setimdən tanıyır. Birisi benden tanıyor. Bu özgeçilik kursunda da bir dənə xanım var. O da uşaqlarını gətirir. Bəlkə də demişdim bunu sizə, yadımdan çıxıbdı. Amma burada qabaqlaşdıq. Uşaqlarımla da tanış oldum, özümlə də tanış oldum. Özü yaxınlaşdı. Mən də ki, sepindən tanıdım səni. Yaxınlaşdı, söhbət elədik. Ondan sonra soyunma odasında falan bir yerdə oturduq, uşaqları rahatladıq, elədik. Tanış olduq. Neçə dəfə də iki dəfə, 3 dəfə də qabaqlaşmışıq burada. Saatlarımız üst-üstə düşən vaxtı. Yəni elə qızlar tanıyırlar artıq qolbağımdan, sırğamdan, nə bilim sepimdən ya da bölümdəki Rəna'dan. Rəna, 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 mənim sənin casin Rəna. Rəna, 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 nəfəsim canım Rəna. Evet. Gittiğimiz yer orada var Rəna. Adı. Ha. Publine. Biblioteka. Təzə olduğu üçün içəridə hələ müştəri falan yoxdur. Olsun, elə daha yaxşı çəkişlərimizi rahat edərik. Ruski var ya. Ruski istemem. Ruski'nin temiz bir yer. Xanımlar, kafenin görünüşü çox qəşəngdir əslində. Çox çöldən adamı belə çağırıb cəlb eləyəndir də. Amma sahibi dedi ki, hələm ayın birindən açılırıq, hələm ki birinə qədər. Əslində oturmaq olarmış belə nəsə eləməyə, amma qanuni açılışları ayın birindən imiş. İnşallah ki biz də ayın birindən gələrik. Bunu o gün buradan keçəndə gördüm. Amma bilmirəm, bar olar birdən. Bir görək. Kraliçeler var ya. Kraliçe. O da qəşəngdir. İçinde ne var ki? Pendir o gün gördüğümüzdü de. Rəna, çay süzüm sen. Çay süzüm. Çok da halde gelmişti.
Kızlar, həqiqətən çox qəşəngdir bura. Buranı çox bəyəndim. Çox maraqlıdır. Bizim maşının da burada. O çok seni bulduğum şirin maşını. Ama onun içinde oğlanı vardı. Onun yerini Var. Qızlara elə balaca maşın, oğlanlara belə maşın, babalara da elə maşın. Çok teşekkürüm size. Sağ olun. Çok teşekkürüm size. Biraz tabak getiriyorum. Çok bomba. Bombastik. Bravo. Ben önce bilemiyorum bunu. Bunu yapmam lazım. Bak Rana, kakonun tadına bak. Biz de öyle kokuda. Normal. Demək şəhərdə deyə bilərəm ki, ən sərfəli dondurma yeri və ən dadlı dondurma yeri bura oldu. 2 manat, 2 manat 50 qəpiyə də hətta var topu. Dadı belə bu deyil də. Şeydə, molda bir topu 6 manatdır, amma Rəna onu 2 qaşıqdan artıq yeməmişdi. Semiçkamızı aldıq, suyumuzu aldıq, gəlmişik indi qızımla bayraq meydanına. Kızım biraz bayraq meydanında vaxt keçirmək istədi. İstəsə gəzərik, istəsə oturarıq. Yəqin ki, hələ ki oturub semiçkamızı yeyək, sonra gəzərik. Yaxşı Rəna. Hələ gedək, bax o skameyka boşdur. Gedək orada oturaq. Gördü. Gördü. Hə. Tamam çocuklar bugünlük bu kadar yeter. Hadi bakalım. Nota korkunç hangi dua yok? Sen ayetel kürsüyü biliyor musun? Bismillahirrahmanirrahim. Ama diyelim o yüz gitti. Tamam çocuklar bugünlük bu kadar yeter. Hadi bakalım. Herkes evine. Axşam Səbiş bizdə qalmışdı. Biz də dedik ki, oturaq keçək kinoya baxaq. Mamam da bizlə idi. Adətən mamam belə oturub bizlə kinoya baxan deyil. Amma bu günlərim oturub baxmışdı. 3 hərfli seçdik bir dənə. Oturduq ona baxdıq. Burada da vlogumu tamamlayım. Gələn izləyən, dəstək olan, şərh yazan, like atan, abunə olan hər kəsə təşəkkür edirəm. Siz mənə dəstək olduqca mən də daha çox video ürətməyə davam edəcəm. Özünüzə yaxşı baxın. Növbəti vloglarda görüşmək ümidi ilə hələlik.